Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Bugün sizə ikinci hissə test toplusundan yeni düşən mövzular haqqında danışacağım. Daha doğrusu yeni düşən mövzulardan biri haqqında danışacağım. Onlardan biri essential və non-essential adjective clause-dur. Yəni məcburi, belə deyək, vacib və vacib olmayan təyin budaq cümlələri. Yəni hərfi olaraq tərcümə etsək belədir. Essential və non-essential haqqında məlumat verim, daha sonra onun izahına keçək. Essential odur ki, vacib, yəni ayrıla bilməyən hissədir. Hansı ki, burada biz bilirik ki, təyin budaq cümlələri nisbə vərdişlərlə ayrılır axı, düzdürmü? Who, which, that və yaxud da whom, whose, düzdür? Bunlarla ayrılanda bu essential da odur ki, təyin budaq cümləsi, yəni nisbə əvəzlik olan cümləni, olan hissəni mən cümlədən çıxara bilmərəm. Çünki əsasdır, vacibdir. Və əsas qaydası necə ayırırıq essential, non-essential-la? Essential-da vergüldən istifadə edilmir. Yəni nisbə əvəzlikdən öncə vergül qoyulmur. Non-essential isə odur ki, non-essential-da artıq deməli bu vacib deyil, yəni təyin budaq cümləsi hissəsində nisbə əvəzliyi olan hissə cümlədə əhəmiyyət kəsb etmir, onu çıxarda da bilərəm. Çıxartsam cümlənin anlamında bir dəyişiklik olmaz, yəni belə deyək də itməz, məna itməz. Əsas hissə qalmış olacaq. Non-essential'ın qaydası da budur. Non-essential isə vergüllə ayrılır. Yəni nisbə əvəzlikdən öncə vergül yazılır, vergül qoyulur. Demək, essential'da dedik nə olur? Essential ayrılmaz hissədir. Nisbə əvəzlikdən öncə vergül qoyulmur. Amma non-essential vacib olmayan hissədir. Nisbə əvəzlikdən öncə vergül qoyulur. Demək, vergül qoyulub qoyulmamasını ayırt edəcəm, düzdürmü? Okay. İndi baxaq nümunələrimizə. Deyirəm ki, the man who is wearing blue jacket is my teacher. Deyirəm ki, mavi jaket geyinən kişi mənim müəllimimdir. Burada kişinin kim olduğu bəlli deyil, müəyyən deyil. Ona görə də bu essentialdır və diqqət etsiniz, yuxarıda qeyd edəcəm cümləni. Bu cümlədə vergüldən istifadə olunmayıb nisbə əvəzlikdən öncə. Ona görə də nə olur? Yəni bu essential olmuş olur. Vergüldən istifadə etməmişəm axı nisbə əvəzlikdən öncə. Bir də belə bir cümlə qururam. My teacher, sonra vergül, who is wearing blue jacket is very kind. Deyirəm ki, mavi jaket geyinmiş olan mənim müəllimim çox mehribandır. Baxın, burada who-dan öncə vergül qoymuşuq. Demək, nədir bu? Non-essentialdır. Sizə testdə belə verir. Testi yazanda non-essential adjective clause seç və yaxud da essential adjective clause seç. Necə biləcəm? Essential olanda nisbə əvəzlikdən öncə vergül qoyulmayacaq. Non-essential olanda nisbə əvəzlikdən öncə vergül qoyulacaq. Sizin daha yaxşı anlamağınız və bu praktika etməyiniz üçün mən özüm bir neçə cümlələr tərtib etmişəm. İndi onları bir-bir sizə demək istəyirəm, yuxarıda qeyd edəcəm. Sadəcə siz deməli cümlələrin essential və ya non-essential olduğunu qeyd edəsiniz. Məsələn, birinci cümləni qeyd eləmişəm mən. Birinci cümlədə hansı olursa, variantlarda birə məsələn E yazırsınız, essential. Əgər non-essentialdırsa, N-E belə də yaza bilərsiniz. Non-essential olduğu anlamına gələcək. Birinci cümlə belədir. The students who arrived late missed the beginning of the exam. İkinci cümləyə keçirəm. My sister who lives in London is coming next week. Üçüncü cümlə. The book that you gave me was really interesting. 4. My car which I bought last year is very fast. Və son 5-ci cümlə. The man who is standing near the door is the manager. Neyniyəsiz? Vergüllə təyin eləyəsiz uşaqlar. Yorumlar hissəsində qeyd edərsiniz. Mən də sizə doğru olub olmadığı ilə bağlı fikir bildirəcəm.